əzizlərim, necəsiz? Bu günlər biz hardayıq? Naxçıvandayıq. Gördüyünüz kimi bura haradır? Mənim qaynanamın həyətidir. Bax, gördüyünüz kimi bu günlər bura nə edəcəyik? Tomat döşəyəcək. Kim eləyəcək? Mən. İndi buranı qutarandan sonra paylaşım eləyəcəyəm. Görərsiniz necə Günay tomat döşür. Baxın, ora bax, Qadir oranı çək. Baxın, görün nə gözəllikdir. Deyirlər, Naxçıvan istidir, Naxçıvan istidir. Heç də isti deyil. Naxçıvan çox gözəldir, sərindir, küləkdir. Kimlər gəlmək istəsə gəlib burada istirahət edə bilər. Usta, tomat döşəyəcək, mən neyini? O götürsən bu arabanı. Aha. Qum oradadır. Qumu daşırsan, yığırsan bura. Neyini, mən kim qum daşıyım? Oradan qumu görsən bir kamaz qum gəlib. Onları daşımaq. Əziz izləyicilər, məni bura Adil gətirib işlətməyə, yəni ki, burada deyir qum daşı. Nə etməliyəm mən? Qumu nətər daşıyım belə? Sən qoy da arabanı. Get arabanı göstər nətərləmə, yaxına qoyub. Əzizlərim, bu günləri mən burada tomat döşəyəcəyəm. Görürsünüz, baxın. Hamıdan qəşəng işləyirəm, görsən? Adil. Bəli. Görsən, daha nətər işləyirəm. İndi bunu indi aparmaq lazımdır. Bu günləri işimizin ikinci günüdür. Adil bəy işləyir. Hə, Adil? Baxın, qumu burada yığırıq. Aparıq ora. Baxın, bu qədər yerə biz tomat döşəyəcəyik. Axırını göstərəcəm sizlər üçün. Axır ki, işimizi yekunlaşdırırıq, gördüyünüz kimi aralarını doldururuq. İnsan istəsə həyətdə hər şey eləyə bilər, görürsünüz. Yəni, mən salonçu olmağıma baxmayaraq, görürsünüz, daş da döşəməyi bacarım. Biz kimi bu günləri tomati, biz bu günləri son günümüz idi, axırıncı günə qədər görürsünüz yeri, axırıncı günə qədər elədik, bitirdik, çox şükür. Biz bu günləri gedirik, hara gedirik? Biz Bakıya gedirik, Bakıya qaydırıq, Yacı kəndi ilə, Zulfa ilə sağollaşırıq. Zulfa, Yacı, hamınıza çox təşəkkür edirəm. Mənim YouTube kanalımı izləməyi, bəyənməyi unutmayın. Bu da atımızdır, atımızın ilə də sağollaşırıq. Atı ilə sağollaşırıq, gördüyünüz kimi. Bu günləri biz Bakıya gedirik. Zulfa, Yaycı, hamınıza çox təşəkkür edirəm. Məni izlədiyiniz üçün, məni bəyəndiyiniz üçün çox sağ olun. Hamınızı öpürəm. Sağ olun.